mən bir görüntü ilə qarşılaşdım. Mən bu görüntüyə laqeyd qalmaq istəmədim. Sözün açığı 15 dəqiqəyə yaxın mən bu görüntünü özümdən asılı olmayaraq, özümdən biixtiyar mən bu görüntünü izlədim. Hardasa bir 15 dəqiqəyə yaxın. Və o qədər mənim beynimdən o qədər fikirlər keçdi, qəlbimdən o qədər sızıltı keçdi ki, bir Azərbaycan kişisinin bu vəziyyətdə olması həqiqətən də çox ürək ağrıdıcıdır. Ağlıma bir şey, yadıma bir şey düşdü daha doğrusu. Hansı ki o deyirlər ki, Azərbaycan gəncləri, Azərbaycan tələbələri, ümumiyyətlə Azərbaycan kişilərindən söhbət gedir burada. Hansı ki düşmən qabağında əyilməyən kişilər, Azərbaycan necə deyim, vətən uğrunda belə canını sipər edən insanlar da oğullar deyən bu insanlar. Onların bu vəziyyətdə görünməsi, bu vəziyyətdə görüntülənməsi həqiqətən də bir ürək ağrıdıcı bir məqamdır. Çünki o insanın da yaxınları var, sevdikləri var, dostu var, düşməni var. Mən istəməzdim Azərbaycan kişisi bu vəziyyətdə görünsün. Amma bir tərəfdən də bu görüntünün əsas məntiqi əsası ondan ibarətdir ki, o bəzi yəni o millət vəkili ki var idi, insanların gedib könüllü şəkildə işləməsi, pulsuz, təmənnasız işləməsi, avara gəzməməsi barədə söhbəti yadıma düşür. İndi deyirəm, baxın, insan bir gün belə işləməyəndə, baxın görün onun yaşam tərzi necə olur. Amma bir əsas məsələni də unutmayaq ki, bu insanın, bax o şirin-şirin yediyi o çörək onun halal qazancıdır və nəyə desəz dəyər. O bəzi cibi dolu adamlar ki var, hansı ki ciblərinin ağzını açmırlar, heç kimə bir qəpik olsun yardım eləməyiblər, heç kimə də maraqlı olmayıb belə insanlar. Elə insanları mən şəxsən belə deməli o insanları mən necə deyim düşünəndə mən həmişə belə insanlara halal olsun demişəm. Öz əziyyəti ilə, öz zəhməti ilə qazanıb bax halal çörəyini yeyir. Amma yenə də istəməzdim ki, bu insan bu vəziyyətdə görüntülənsin. O bir Azərbaycan kişisidir. O bir ailə başçısıdır. Onun da evladları var, onun da ailəsi var, sevdikləri var. Mən istəməzdim o bu vəziyyətdə görüntülənsin. Amma çox ürək ağrıdıcı bir görüntüdür ki, mənim özümdən asılı olmayaraq mən o video görüntünü bir 15 dəqiqəyə yaxın izlədim və həqiqətən də mən kövrəldim, mənim gözlərim doldu. Yəni mən belə məsələlərə çox həssas bir insanam. Ona görə də mən bunu şəxsən özümə borc bildim ki, paylaşım və mən çox istəyərdim ki, o insanla bir həmsöhbət olub o insanı dinləyib. Mən çox istəyərdim bunu. Yəni ən azından o insanın o bir tikə, o halal çörəyini yeyə-yeyə düşünməsi məndə həqiqətən də necə deyim, çox belə ürək ağrıdıcı oldu mənim üçün. Yəni nə deyəcəyimi belə unutdum, nə danışacağımı belə unuduram mən belə vəziyyətdə. Amma yenə də mən heç vaxt istəmərəm ki, Azərbaycan kişisini bu vəziyyətdə görün. Allah köməyin olsun qardaş.